Bugün Əli demək də hünər deyil. Çünki Əli əleyhissalam tarixdir. Düzdür, bir mənada hər zamanda onlar yaşayır, amma biz onunla bir şəhərdə yaşamırıq axı. Zaman keçib, cil-cil kitablar yazılıb barəsində. Bugünkü gündə sən istəyirsən biləsən ki, bir insan Əlinin vilayətinə nə dərəcədə bağlıdır, öz zamanında olan üstün insanlara, fəzilətli insanlara münasibətinə bax. Əgər həzm eləyə bilirsə üstünlüyünü, özündən dəyərli görən kimi təvazökarlıq edə bilirsə müqabilində, deməli həqiqətən Əlinin vilayətinə bağlanıb. Onu eləyə bilmirsə, onun da Əli deməyi dildədir. Əli əleyhissalamı qəbul eləməyib. Bəs mən sual verirəm, bir adam Əli ibn Əbi Talibi görürsə, qarşısında torpaq ola bilmirsə, bunun qəlbində nə qədər xəstəlik var. Adam da Peyğəmbəri görər, ona təzim etməz. Adam da Əlini görər, ona təzim etməz. Bu nə qəlbdir ki, sən köksündə gəzdirirsən?